Bugün hər bir Azərbaycanlının qürur duyduğu bir gündür. 26 iyun Silahlı Qüvvələr Günü qəlbi, ürəyi vətən sevgisi ilə döyünən, vətən sevdalı hər bir Azərbaycanlının günüdür. Bugünkü günə görə hər birimiz başda Ali Baş Komandanımız olmaqla bütün silahlı qüvvələrimizdə xidmət edən zabit və əskərlərimizə borcluyuq. Bu yolda canından, qanından keçən şəhidlərimizə borcluyuq, onların ailələrinə borcluyuq. Sağlamlığını itirib bir an belə bu haqda düşünməyən qardaşlarımıza borcluyuq. Və şəhid ailələrinə, qazi qardaşlarımıza hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir və hər bir Azərbaycanlı üçün hər bir Azərbaycanlı bunu özünə mənəvi borc bilir, vəfa borcu bilir. İstər şəhid ailələrinin ziyarət etmək, istər qazi qardaşlarımızla görüşmək, bunu hər bir Azərbaycanlı sevə-sevə eləyir. Bu bir vicdanın səsidir, bu bir vicdanın duyğusudur və həqiqətən də bütün bunların şahidi olaraq biz 44 günlük Vətən müharibəsində, ondan sonraki dönəmdə 23 saatlıq antiterror əməliyyatları zamanı biz gördük ki, həqiqətən də bizim ölkəmizdə Ali Baş Komandan, ordu, xalq birliyi var. Hər bir Azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bizim nə qədər könüllü gənclərimiz bu deməli vətən uğrunda belə deyim, savaşa getdilər. Onları heç kəs məcbur etmədi. Onların hər birinin içindən gələn vətənə olan sevginin səsi idi, vətənə olan istəyin duyğusuydu. Həqiqətən də bugün bizim hər birimiz Azərbaycanda, ölkəmizdə attığımız hər addıma görə, bu torpaqda azad yaşadığımıza görə, suverenliyimizin bütövlüyünə görə şəhid ailələrinə borcluyuq, şəhid analarına borcluyuq. Çünki məhz onların getirmiş olduğu vətənpərvər oğulların sayəsində biz bugün bütövləşmiş Azərbaycanda yaşayırıq. Zədələnmiş qürurumuzu bərpa edən igid oğulların anaları qarşısında baş əyirəm, hər birinin əlindən öpürəm, bağrıma basıram və bir daha onların diqqətinə çatdırmaq istərdim ki, hər bir Azərbaycanlı üçün o şəhiddir. O tək onların ailələrinin şəhidi deyil. Bugün hər bir Azərbaycanlı o ailələrlə qürur duyur, onlarla fəxr edir. Biz hər zaman Azərbaycan yaşadıqca, Azərbaycan xalqı var olduqca şəhidlərimiz hər zaman anılacaq, qazi qardaşlarımızın hər zaman yanında olacaq. Yaşasın qüdrətli, azad, bütün